Vallahi lazım olsaydı həcdə Arafada danışardı söhbəti. Xəlifəli idi. Xəlifə təyin eləmək istəmirdi. Arafada deyərdi. Münasibdir yoxsa yox orada? Müzdəlifədə deyərdi. Minada deyərdi. Bütün cəmaatın içərisində. Xəlifəlik söhbəti olsaydı Peyğəmbər sallallahu aleyhi və səlləm bütün cəmaatın içərisində deməli daha münasib idi deməsi. Lakin demədi. سوالی مطرح میشه چرا حضرت رسول صلی الله علیه و سلم امامت و جانشینی حضرت علی را در روز عرفه معرفی Mən siz sünnilərə, vəhabilərə iki cür cavab verəcəm. Biri sualdır, biri cavab. Birinci cavabım budur ki, siz ki deyirsiniz, xilafət məsələsini elə gərək həcc mərasimində deyərdi. Çünki orada insanlar çox idi. Sualım sizdən budur. Nə üçün bəs elə Peyğəmbərimiz sizin dediyiniz həmən dostluğu nə üçün həcc mərasimində demədi? Nə üçün gəldi səhranın ortasında o istinin qarşısında 124 min insanı saxladı və dedi ki, ey insanlar, mən hər kəsin dostuyamsa, Əli də onun dostudur. Və bu dostluğa görə də günortadan qabaq Həzrəti Əli əleyhissalamla beyət elədilər, orada təbrik etdilər. O qədər insan Həzrəti Əli əleyhissalamı təbrik eləyir axşamın gözünə qədər. Və deyirlər ki, ey Əli, bəh-bəh, maşallah, sən bizim dostumuz oldun. Çox gözəl, səni təbrik eləyirik ki, sən bizim dostumuzsan. Görün, bu sünni alimləri, vəhabi alimləri nə qədər düşüncəsiz insan, savadsız insan, inadkar insan, təəssübkeş insandılar. Qur'an-ı Kərim o hadisədən qabağa dəfələrlə Qur'an-ı Kərim buyurubdur, möminlər bir-birinin dostudular. Möminlər bir-biri ilə qardaşdılar. İnnəməl mu'minuna ixvə. Elə Həzrət Peyğəmbərimiz gələrdi orada deyərdi, ey insanlar, mən hər kəsin dostuyamsa, Əli də onun dostudur. Bu sözü hansı məntiqli insan, hansı düz düşüncəli insan qəbul edə bilər? Bunu uşağa da desəm, gülməyi gələr bu sözə. Bu nə düşüncədir axı sizlərdə? İkinci cavabım, əziz müsəlmanlar, həcc mərasimində də elə xilafəti deyibdir Peyğəmbərimiz. Həcc mərasimində də deyibdir, lakin bu sünnilər, vəhabilər özləri istəmir ki, həqiqətləri öyrənələr. Vallah deyirəm ki, bu insanlar ən təəssübkeş insan və ən inadkar insanlardan biridir ki, yer üzündə bunlar gəzib dolanırlar. Bunların 6 kitablarından biri, 6 səhih kitabları Sihah-ı Sittə deyirlər ki, həmən Sihah-ı Sittə ya 6 əsl kitablarından biri Sünən-i Tirmizidir. Əl-Cəmi-us Səhih və Huvas Sünən-i Tirmizi. Bu kitabı Tirmizi yazıbdır. Deməli, bu kitabın 32-ci babında Kitab-ül Mənaqibdə 32-ci bab 3786-cı hədisdə. Bu hədisdə deyir ki, Cabir ibn Əbdullah Ənsaridən bir hədis gətirir və deyir ki, Cabir ibn Əbdullah Ənsari deyir, Rəəytu Rəsulallahi sallallahu aleyhi və alihi və səlləm aleyhini də burada gətirməyiblər. Həməşə Peyğəmbərimizin ailəsin salavatdan ayırıblar bu sünnilər, vəhabilər. Ailəsin qoşmurlar salavata. Deyir ki, fi həccətihi yavmə ərəfə və huvə alə naqəti. Cabir ibn Əbdullah Ənsari deyir ki, mən gördüm, gördüm Allahın Rəsulun sallallahu aleyhi və alihi və səlləm fi həccətihi, həcc mərasimində yavmə ərəfə, ərəfə günündə. Öz dəvəsinin belinə minibdi və orada dəvənin belində xütbəni oxuyur və buyurur, fəsəmi'tuhu yəqul, və mən eşitdim ki, Allahın Rəsulu belə deyir, ya əyyuhənnəs, inni qəd tərəktu fikum mə in əxəztum bihi lən təzillu, kitaballahi və itrəti əhlə beyti. Əzizlər, deyir ki, mən eşitdim, Allahın Rəsulu buyurur, ey insanlar, mən sizin aranızda tərk edib gedirəm bu şeyləri ki, siz əgər onlardan yapışsanız, heç vaxtda siz azmazsınız, zəlalətə düşməzsiniz. Nədir o şeylər? Kitab Allah, Allahın kitabı Qur'an-ı Kərim və itrəti əhlə beyti. Mənim itrətim əhli beytim. Heç bir kəsin də ixtilafı yoxdur ki, Əhl-i Beytin başçısı Həzrəti Əmir əl-Möminin Əli əleyhissalamdır. Bu bir. İkincisi də bu hədisin başqa ləfzlərində sizlərə keçən videolarda sübut etmişəm. Bunların sünnilərin, vəhabilərin ən səhih hədisləri ilə, mötəbərli səhih hədisləri ilə sizlərə sübut eləmişəm ki, Allahın Rəsulu buyurubdur, mən sizin aranızda 2 xəlifə qoyub gedirəm. Birincisi Qur'andır, ikincisi də mənim itrətim Əhl-i Beytimdir. Bunu da sizlərə sübut eləmişəm. Başqa kitabda elə bu vəhabilərin alimləri yazıbdır, Muhammed Nasirəddin Albani. Ən böyük alimləridir bu vəhabilərin, sünnilər də yuxarı dərəcədə qəbul eləyir bunu. Səhih-ü Sünəni Tirmizi bu kitabda, bu kitabı yazıbdır. Tirmizinin kitabının səhih hədislərini çıxardıb və yazıbdır. Bu kitabı Riyazda, Ərəbistanı, Saudiyyədə çap ediblər Məktəbətül Məarifdə. Bu kitabın 3-cü cildində 2000-ci ildə də çap ediblər bu kitabı. Birinci növbədə yeni çapda çap olunubdur. Kitab-ül Mənaqibdə
32-ci babı Mənaqibi Əhl-i Beytin Nəbi. Peyğəmbərimizin Əhl-i Beytinin mənaqiblərini gətiriblər. Yenə də həmən hədisi gətirir Albani burada və deyir ki, Cabir ibn Abdullah Ənsaridən bir hədis gətirir. Deyir ki, Cabir ibn Abdullah Ənsari belə deyir: "Mən gördüm Allahın Rəsulun həcc mərasimində Ərəfə günündə və öz dəvəsinin belinə minmişdi, belində idi və yaxtubu. Xütbə dedi orada. Fəsəmi'tuhu yəqulu və mən eşitdim ondan ki, belə buyurur: Ey insanlar, ey cəmaat, mən sizin aranızda tərk edirəm bu şeyləri. Ma in əxəztum bihi lən təzillu. Bu şeyləri əgər yapışsanız, əgər bu şeylərdən yapışsanız, heç vaxtda siz lən təzillu, heç vaxtda siz azmazsınız. Nədir onlar? Kitab-Allah, Allahın kitabı Quran-Kərim və itrəti Əhl-i Beyti. Mənim itrətim Əhl-i Beytim. Albani deyir ki, səhihun. Bu kitab, bu hədis səhihdir və Tirmizi özü də yazır ki, və haza hədisun həsənun qəribun min hazil vəz. Deyir ki, bu hədis həsən bir hədisdir. Sünnilərin qaydasına, qanununa görə həsən hədis ihticac məqamında səhih yerin verir.